Kişilər niyə məşuqə saxlayır? Bilirəm, bu sual səslənən kimi bir çox xanımın ürəyi sızlayır. Bir çox kişi isə özünü müdafiə etməyə çalışır. Mənim məqsədim burada kiməsə barmaq silkələmək deyil. Nə kişiləri ittiham etmək, nə də qadınları təqsirləndirmək fikrim yoxdur. Məqsədimiz problemin kökünü araşdırmaq, onun psixoloji və energetik səbəblərini anlamaq və bəlkə də dağılmaq üzrə olan bir neçə ailəni xilas etmək üçün bir işıq yandırmaqdır. Unutmayın, xəyanət və kənar münasibət heç vaxt problemin nəticəsi deyil, səbəbidir. Ailədə çoxdan başlanmış, görməzdən gəlinən problemlərin, boşluqların son və ən ağrılı təzahürüdür. Kişi məşuqa axtarışına çıxanda əslində ailədəki problem artıq həddə çatmış olur. Gəlin addım-addım anlamağa çalışaq. Bir kişi niyə isti yuvasını, övladlarının anasını, illərini verdiyi bir qadını qoyub kənarda başqa bir qadına sığınır? Ən böyük səbəb hörmət və dəyər axtarışıdır. Bəli, əziz xanımlar, ilk və ən əsas səbəb budur. Kişinin ruhunun qidası hörmətdir. O özünü evində qadının yanında güclü, ağıllı, bacarıqlı və ən əsası dəyərli hiss etmək istəyir. Bəs zamanla nə baş verir? Evlilikdən bir neçə ay sonra qadın ərinə bir lider, bir qəhrəman kimi yox, sanki bir qul kimi baxmağa başlayır. Onun qazancı tənqid edilir, qərarlarına qarşı çıxılır. Dostlarının, qonşularının yanında alçalılır. Evdə eşitdiyi cümlələr bunlar olur. Sən onsuz da adam deyilsən. Filankəsin əri maşın aldı, sən hələ də eyni yerdəsən. Səndən bir xeyir görmədim ki, sənin adın kişidir, özün kişi deyilsən. Bu sözlər kişinin mənliyini, egosunu, enerjisini bıçaq kimi neynir, kəsir. O evdə özünü lazımsız, ruhdan düşmüş və dəyərsiz hiss edir. Və bu zaman onun həyatında bir başqa qadın, məşuqə daxil olur. O qadın nə edir sizcə? Tam əksini, o kişiyə heyranlıqla baxır. Onun hər sözünü diqqətlə dinləyir. Ona bu cümlələri deyir. Sən necə də ağıllısan. Sənə heyranam. Kaş mənim həyatımda sənin kimi biri olardı. Sənin kimi güclü bir kişi hər şeyin öhdəsindən gələr. Görürsünüzmü? Kişi evdə itirdiyi hörməti kənarda tapır. Məşuqənin yanı onun üçün tənqid və təhqirdən uzaq, tərif və sevgi ilə dolu bir psixoloji sığınacağa çevrilir. İkinci səbəb cinsi soyuqluqdur. Söhbət təkcə cinsi əlaqənin sayından getmir, keyfiyyətindən və bu prosesə qoyulan enerjidən gedir. Bir çox evli qadın zamanla yataq otağına bir vəzifə kimi baxır. Cinsəllik onun üçün bir qadınlıq borcu olur. Bu prosesdə heç bir istək, ehtiras, sevgi enerjisi olmur. Qadın pasiv olur, təşəbbüs göstərmir. Hətta bəzən bunu ərinə qarşı bir manipulyasiya vasitəsi kimi istifadə edir. Kişi bu soyuqluğu hiss edir. O, arzuladığını yox, sadəcə istifadə edildiyini düşünür. Özünü rədd edilmiş, cinsi baxımdan yetərsiz hiss edir. Məşuqə isə tam fərqli bir həyat enerjisi verir. Onun üçün hər görüş bir bayramdır. O aktivdir, etirazlıdır. Kişini arzuladığını hər hüceyrəsi ilə hiss etdirir. Onun yanında kişi özünü yenidən gənc, güclü, arzulanan bir sevgili kimi hiss edir. Evdəki vəzifə kənarda həzzə çevrilir. Üçüncü səbəb məsuliyyətdən qaçışdır. Ailə nədir? Məsuliyyət, qayğılar, uşaqların dərdi, kommunal ödənişlər, problemlər. Zamanla kişinin beynində ev sözü problem kimi səslənir. O, işdən evə gəlməyə tələsmir. Çünki bilir ki, qapını açan kimi onu problemlər və beynən bir qadın gözləyir. Məşuqə ilə münasibət isə tam bir istirahət kimidir. Orada məsuliyyət yoxdur. Orada uşaq ağlamır. Qaynana problemi müzakirə edilmir. Orada yalnız romantika, əyləncə, xoş sözlər və gündəlik həyatın stresindən uzaqlaşmaq var. Kişi bu münasibətə
sığınaraq real həyatın ağırlığından bir nəfəslik də olsa qaçmağa çalışır. Dördüncü səbəb qadının özünü unutmasıdır. Əziz xanımlar, bu da çox vacib bir məqamdır. Evləndikdən, ana olduqdan sonra bir çox qadın özünü unudur. Özünə baxımı, fiziki cazibəsini, intellektual inkişafını arxa plana atır. O, əri üçün bəzənmir, gözəl ətir vurmur, saçını düzəltmir, evdə köhnə, səliqəsiz paltarlarda gəzir. Onun bütün dünyası uşaqlar, mətbəx və seriallar olur. Kişi isə təbiətcə gözəlliyə meyillidir. O, yanında baxımlı, sevimli, maraqlı bir qadın görmək istəyir. Evdəki qadın artıq onun üçün maraqsız bir kitaba çevriləndə o kənarda yeni və maraqlı bir əsər axtarmağa başlayır. Bəs kişinin öz psixoloji problemləri buna təsir edirsə, əlbəttə, hər zaman səbəb qadında olmur. Bəzən problem kişinin öz daxilində də ola bilər. Kişi yaşlandığını, gəncliyinin getdiyini hiss edir və özünə hələ də formada olduğunu sübut etmək üçün gənc bir məşuqə tapır. Bəzi kişilər öz daxili boşluqlarını ancaq bir neçə qadının diqqəti ilə doldura bilirlər. Bir qadının sevgisi onlara bəs etmir. Buna don't run sindromu deyirlər. Cür kişilər üçün qadınları fəth etmək bir idman növü, bir ov kimidir. Onlar sevgi yox, qələbə hissi axtarırlar. Bəs çıxış yolu nədir? Bütün bu səbəbləri saydı. Bəs nə etməli? Ailəni necə qorumalı? Xanımlara tövsiyəm budur. Ərinizin padşahlığını geri qaytarın. Onu tərifləyin, ona güvəndiyinizi hiss etdirin. Qərarlarına hörmət edin. Onu başqaları ilə müqayisə etməyin. Unutmayın, hörmət görən kişi evindən kənarda hörmət axtarmaz. Sadəcə ana və evdar qadın olmayın, həm də onun sevgilisi olun. Özünüzə baxın, cazibədar olun, evdə onun üçün bəzənin. Gözlərindəki o qığılcımı yenidən alovlandırın. Yataq otağınızı müqəddəs bir məkana çevirin. Cinsəlliyi bir vəzifə olmaqdan çıxarıb, sevginizi və ehtirasınızı göstərməyin bir yolu edin. Evinizi sığınacaq edin. Evə gələndə onu dava-dalaş, problem yox, dislik, gülər üz və anlayış gözləsin. Qoy evə gəlməyə can açsın, evdən qaçmasın. Kişilərə tövsiyəm isə budur. Qaçmaq həll yolu deyil. Problemlərinizi kənarda müvəqqəti həzlər ilə unutmağa çalışmaq, bataqlıqda daha da dərinə getmək deməkdir. Danışın. Evdə sizi narahat edən nədirsə, həyat yoldaşınızla açıq şəkildə günahlandırmadan danışın. Nəyə ehtiyacınız olduğunu hörmətəmi, diqqətəmi, ehtirasəmi ona izah edin. Bəlkə o fərqində deyil. Məsuliyyəti üzərinizə götürün. Ailənizin məsuliyyəti sizdədir. Onu dağıtmaq asandır, qorumaq isə bir ömür tələb edir. Müvəqqəti bir həvəsə görə illərinizi, ailənizi, övladlarınızın gələcəyini qurban verməyin. Əziz izləyicilər, ailə bir bağ kimidir. Davamlı qulluq, su, gübrə istəyir. Əgər o bağa qulluq etməsəniz, zamanla alaq otları basacaq və o bağ məhv olacaq. Kənardakı o məşuqə də sizin bağınızdakı boşluqlardan düzələn bir alaq otudur. Ümid edirəm ki, bu söhbətimiz kimlərəsə bir yol göstərdi. Məqsəd bir-birimizi anlamaq və qorumaqdır. Ailənizə sahib çıxın, bir-birinizə dəyər verin. Videonu faydalı hesab etdinizsə, bəyənməyi, paylaşmağı unutmayın. Fikirlərinizi, suallarınızı şərhlərdə gözləyirəm.
Kanalıma abunə olun ki, növbəti faydalı söhbətlərimizdən xəbərdar olasınız. Hər birinizə sevgi və hörmətlə dolu ailə səadəti arzulayıram.